Salam. Ədliyyə İnfoazının sual-cavab rubrikasındasınız. Verilişimiz bugündən etibarən həm saytımızda, həm Ədliyyə TV YouTube kanalımızda yayınlanır. Bugün əmək qanunvericiliyi çərçivəsində sınaq müddəti və işçi hüquqlarından danışacağıq. Aparıcınız mən Jalə Asiman, həm söhbətim isə hüquqşünas mediator Zaur Quliyevdir. Zaur bəy, xoş gördük. Xoş gördük Jalə xanım. Zaur bəy, çox vaxt itirmədən elə keçid edirəm ilk sualımıza. Sınaq müddətində əmək müqaviləsi bağlanmalıdır, yoxsa şifahi razılaşma kifayət edir? Müqavilə təbii ki, könüllü bağlanır. Amma bir qrup müqavilələr var ki, şifahi də bağlana bilər. Bununla yanaşı bir qrup müqavilələr var ki, onlar mütləq yazılı bağlanmalıdır. Əmək müqaviləsi hətta sınaq müddətində olmuş olsa belə mütləq yazılı bağlanmalıdır. Aydındır. Bəs sınaq müddəti adı altında işçini 1-2 ay işlədib əmək haqqı verməmək necə qanuni sayılır? Təbii ki, orada əmək funksiyası yerinə yetirilirsə və müqavilə bağlanıbsa, müəyyən ödəniş nəzərdə tutulur ki, həmin ödənişdə əmək müqaviləsinə əsasən eləcə də qüvvədə olan qanunvericiliyə və minimum cari il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqından az olmamaq şərti ilə ödənilməlidir. Yəni sınaq müddətində də işdən azad olunubsa, əlbəttə ki, hər bir halda ödəniş olmalıdır. O necə hesablanır? O da bayaq dediyim kimi qüvvədə olan qanunvericiliyə uyğun olaraq minimum əmək haqqından az olmamaq şərti ilə. Aydındır. Təşəkkür edirəm Zaur bəy. Buyurun. Belə dəyərli izləyicilər, əgər sizin də hər hansı hüquqi suallarınız varsa, Ədliyyə İnfoazının Facebook səhifəsinə və ya 070 222 91 39 WhatsApp nömrəsinə göndərə bilərsiniz. Növbəti buraxılışlarımızda qonağımız mütləq sizin də suallarınızı cavablandıracaq. Mövzu ilə bağlı fikirlərinizi isə videonun rəy bölməsinə yazın, oxuyub dəyərləndirəcəyi nəzərə alacağıq. Onu da qeyd edim ki, hüquqşünas Zaur Quliyevlə də əlaqə saxlamaq istəyən hər kəs 070 222 91 39 WhatsApp nömrəsinə yaza bilərlər. Qeyd edim ki, dəyərli izləyənlər, bizim məqsədimiz yalnız cəmiyyətimizi hüquqi mövzuda maariflənməkdir. Hüquqlarınızı bizimlə mütləq öyrənin. Çünki məlumatlı insan ən güclü insandır. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə.